vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ATV nefrində iş həmişə var başladı. Mən yenə gəlmişəm, deyim ki, iş həmişə var. Bugün də maraqlı bir peşədə özümü sınayacağım. Tibb sahəsində işləyəcəm, tibb xidmətlərində özümü sınayacağım. Yadınıza gəlirsə, tibblə bağlı bir dəfə veriliş çəkmişdik, stomatoloji klinikada işləmişdim. Amma arxamda gördüyünüz bu tibb ocağında, belə deyək, müxtəlif tibblə bağlı işlər var. Burada qan analizi götürürlər, burada stomatoloji klinikada var və çoxlu xidmətlər var və həmin xidmətləri bugün mən sizə təqdim edəcəm. Diqqətiniz bizdə olsun, indi yaxınlaşıram. İçəri iş istəyəcəm və iş həmişə var deyəcəm. Salam, xoş gördük. Salam, xoş gəlmişsiniz. Adım Fərid, adınız? Nigar İstəmli, İctimaiyyət Əlaqələr üzrə şöbə rəhbəri. Elə bizim adamsınız, veriliş boyu sizinlə həmsöhbət ola bilərik. Bəli. İlk sualım oldu ki, iş var. İş hamı üçün var, sizin üçün xüsusilə var. Burada müştəri xidmətləri var, tibb bacısı, tibb qardaşı, müxtəlif, yəni əhaliyə xidmət göstərilən müxtəlif sahələr var. Və siz bu günləri bizdə Tibb qardaşı ola bilər, tibb qardaşı ola bilərsiniz, qeydiyyatda müştəri xidmətində ola bilərsiniz, laboratoriyada düzdür, tibbi sahədə, spesifik sahədə, amma ən azından köməkçi qismində ola bilərsiniz. Həkimlərimizə asistentlik eləyə bilərsiniz, stomatoloqumuza asistentlik eləyə bilərsiniz, yəni müxtəlif ixtisas həkimlərimizə köməklik göstərə bilərsiniz. Artıq mənə iş tapmısınız. Biz artıq iş tapmışdınız, bəli. Burada artıq qeydiyyat gedir. Bəli, burada artıq belə deyil, bizim vətəndaşımızı qeydiyyata alırlar. Salamlayırıq biz sizi də. Burada ilkin olaraq bizim vətəndaşımız birinci il, yəni ilk dəfə də gələ bilər və yaxud da ki, bizim təkrar pasiyentimiz ola bilər. Biz xəstə demirik, çünki müraciət edən vətəndaş xəstə deyil, müraciət edən pasiyent. Hələ xəstə olunduğu bilinmir də laboratoriyada. Ona görə ümumiyyətlə müraciət edən vətəndaşa pasiyent deyirik, yəni xitab olaraq pasiyent deyirik. Yəni bu bizim öz... Bu nə sistemdir? Bu yalnız sizə aiddir də bu sistem? Bu tibbi, bəli, tibbi sistemdir. Pasiyentin adı soyadı qeyd olunur, atadır. Burada demək təvəllüdü, mobil nömrələri qeyd olunur. Bundan əvvəl nə ilə bağlı müraciət eləmişdinizsə, o da hər şey qeyd olunur burada. Qeyd olunur, bəli, alternativ olaraq hamısı danılan burada qeyd olunur. Burada da hansı analizlərdən buradan seçilir. Analizi seçirsiniz və çek verirsiniz, yoxsa bir zəhmət olmasın? Hə. Çek verilir. Burada barkodlar da var, hə? Bəli, burada barkod qeyd olunur. Vətəndaş şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçir və sonda qeyd olunan analizləri öz şəxsiyyət vəsiqəsinin yəni doğruluğunu imzası ilə təsdiq edir. Ödəniş etdikdən sonra artıq biz ondan qan götürmək üçün. Barkodlar nə üçündür? Barkodlar ona görə çünki vətəndaşın analizinin səhv düşmə ehtimalı sıfıra enməlidir. Çünki eyni gündə, eyni adda, eyni soyadda, hətta eyni ata adında qeydiyyatdan keçə ola bilər, təbiidir. Orada onları ayıran sadəcə onların kodlarıdır. Filmlərdə olur, deyirsiniz əslində xəstə deyildiniz, adlarınız üst-üstə düşüb, elə şeylər olmaması. Eyniliklə, bu bizim vətəndaşımızın kartıdır. Və buradan yollanırıq hara? Biz vətəndaş... İşləmədim heç. Eyib yoxdur. Biz sizə orada işləyirik. Buradan vətəndaş yollanır. Qiyməti, belə deyək, ödənişi etdikdən sonra ondan qan götürülməlidir. Mən sizin saytınızdan məlumat əldə etmişdim. SMS xidmət. İstehlakçıların hüququ. Deməli, qeydiyyatdan keçən hər bir vətəndaş nömrəsini qeyd etdiyinə görə klinikanın keyfiyyətə nəzarət, istehlakçı hüquqlarının müdafiə şöbəsi var və avtomatik olaraq vətəndaşa SMS gedir. Gün ərzində burada olduğu zaman hər hansı bir prosesdən şikayəti olarsa, narazıçılığı olarsa, problemi olarsa həmin an istehlakçı hüquqlarına müraciət edilir, onun problemi aradan atılır. Mən belə şey indi eşidirəm, hər hansı bir tibb ocağında SMS-lə tibb ocağında elə bir yeniliklərə çalışırıq ilk imzanı biz İnşallah. Görək orada nə yeniliklər var, əsas oradır. Gəl. Üzdən hər şey əladır, görək içində vəziyyət necədir. İşçi olaraq görəcəksiniz. Bura bizim biomaterialın götürülmə otağıdır, yəni qan otağıdır. Biz sizdən xahiş edəcəyik ki, burada xalat geyinəsiniz. Burada bizim pasiyentlərimizdən... Bəli. Tibb bacımızdır. Burada bizim pasiyentlərimizdən biomateriallar, yəni qan analizləri götürülür. Gələn bir pasiyentimiz var. Məncə bunu siz elə... Bayaq çıxandı, salam. Bəli, bəli. Burada proses olaraq... Xalat yaraşdı, xanım. Çox sağ olun. Siz həkim də ola bilərsiniz. Həqiqət. Biraz oxusuydum. Hə, bayaq sual vermişdim, həmin işdə koddur. Deməli, bu readerdir. Bu reader vasitəsilə proqramda bu oxunur. Xanım izah etsin. Kart nömrənin üstünə qoyuruq, kodu. Həmin bu nömrə ilə oxuduruq, reader aparatımıza, səhvimizi oxuduruq. 3 manat 50 qəpik. Zarafat edirəm, marketdə ev olur, hə. Pasiyentimizin adı çıxır. Elvira xanım. Pasiyentimizə təsdiqləyir, yoxsa yox? Hə, adım Elvira xanım Zahirova Fərhad qızı. Sizsiz də deyil. Hə. Sonra biz 2 dəfə götürürsünüz ruşka ilə, 2 dəfə basırsınız üstünə, Elvira xanım. xəstə qəbul. Yox, bunun üzərinə, adın üzərinə basırsınız. 1, 2, hə. Aha, ştrix çap et. Basırsınız, çıxacaqsınız.
Budur. Gözləyin, hamısı çıxsın. Bu Elvira xanımın verəcəyi analizlərin hər birinin kodudur. İndi bu kodu hara yapışdırırıq? İndi Elvira Qan xanım. almalıyıq. Qanı siz almayacaqsınız. Çünki Yox. qan alması üçün xüsusi mütəxəssis olmalıdır, Yox, peşəkar şey olmalıdır. eləyim də. Damardan alırsınız da qanı. Məncə biz barkodları verək, Fərid bəy yapışdırsın. Bəy. Hara yapışdırmalıyam? Qanun analizini götürün. Bunu. Ha. Bizim edetalı problemimiz var. Buna götürürsünüz. Metra ilə, hamısı metra ilə. Buraya yapışdırın. Belə. Ben size gösterin birini, o biriler özünü özünü. Belə. Aha, Formada. bunu gösterin ben size. Bəli. Bunu götüreceksiniz, böyle bir format. Bəli. Yüz formasını geçirip, radyokamının noktasından tuturup, yüz formasına yapıştırın. başa Bu düşdüm. birileri siz yapıştırın, kaladramanı götürün. Buradan yapıştım, düz. Belə. Öbür formasını. Aha, Mən elə bir damardan qan alıram. Çox çətin. Çəkinmə. yapıştırdık. Şimdi öbür fabrikaya bakın, o siz götürün. Yani siz biyokinyanı götürün. Bunu Aha, yapıştıran bunu. belə. Aha. Burada hər bir analizin özünə məxsus qabına doldurulur ki, hər bir cihaz öz məsəl üçün probirkasında yoxdur. Cavab neçə günə çıxır? Verilən müayinədən asılıdır. Cavablar hər gün saat 7-dən 11-ə kimi verildiyi halda həmin gün çıxır və vətəndaşa yenə də cavabın hazır olması ilə bağlı SMS gəlir. Eyni zamanda Onunla bağlı ona da SMS SMS gəlir və eyni zamanda cavabını mərkəzə gəlmədən, vaxt itkisi olmadan email-lə də ala bilər. Elə müayinələr var ki, orada əkilmədir, PCR-dir, onlar 3 gündən bir həftəyə kimi hazır olma müddətləri var. Zəhmət olmasa işə başlayarız. Çətin işdir. Belə çətin oxşamır hər işin. Xanım tibb bacısıdır da. Xanım nədir ki, bolsun? Bir hərdə tibb bacısı da damara düşə bilmir. Həqiqətən çətin bir işdir. Bizim tibb bacılarımız uşaqların da damarına çox yaxşı düşə bilirlər. Bir dəfəyə düşəsiz. Bəli, baxın və bunların hər biri bir dəfəlidir. Ona xüsusi. Bəs bayaq özünüz yapışdırdınız da adları. Həmin adı yapışdırılır, probirkalara qan özü götürülür. gəlir rahat. Qan özü gəlir və artıq pasiyentin laboratoriyada qanının səhv düşməsi və s. bunlar artıq sıfır enir. Çünki ad, familiya və barkod yapışdırılır, xüsusi probirkalara doldurulur. Xanım incilmədi. Yarım litr qan getdi. Şokolad yoxdur. Mən də bayaqdan sual verirəm, niyə konfet var burada? Bəli. Qana Burada görədir çox bunu. vaxt ümumilikdə qan analizinə gələn vətəndaşlar ac qarnı olmalıdır. Biz onu dəfələrlə deyirik ki, axşamdan çox yağlı qidalar qəbul olmasın. Hər analizin öz verilmə şərtləri var. Elə müayinələr var ki, yuxudan 2 saat sonra verilməlidir. Mütləq ac qarnı olmalıdır və ona görə şirniyyatlar qoyuruq ki, ola bilər qan vermədən sonra özlərini yaxşı hiss eləməsinlər. Həmin şirniyyatı yeyərək ən azından bizlərlə Maşallah hər şey düşünmüsünüz. Hə. Atırıq, çıxardırıq, hamısı pasiyentin gözünün qabağında. Atdız. Tuğlanlı. Hə, bu qanlar. Adını tək oxudururuq. Yenidən oxutururuq. Yenidən oxuduruq. Yenidən vətəndaşa oxuduruq Elvira Zahirova, siz. Hə, bir də və göstərirsiniz. göstərir. Probirkanı yox. Baxın, özünüz baxın. Bir. Bu da sizin adınız. Bu da sizin adınız. Bu da sizin adınız. Hə. Yapışdırıq. İlkin qolunuzu. Hə, indi bu qanları Bugünkü bu otaqda prosedurumuz bitir, amma biz sizi əlcək giymədiyinizə görə, bizim sistemə görə sizə uyğunsuzluq yazmalıydıq. Çünki siz normalda əlcəkdə olmalıydınız. Hə, səhv elədim, Bəli, bağışlayın. siz o səhvi elədiniz. Üzr Amma biz istəyirəm. o səhvi aradan qaldırmaq üçün sizin əlinizi xüsusi məhlulla təmizləməyinizi istəyəcəyik. Əlimi. O su ilə yumursunuz, bu spirtdir. Daha Spirtdir. sonra əlcəyinizi giyinərək prosesi davam edəcəksiniz. Bütün proses bundan sonra başlayır. Gedirik hara? Hələ pəncərəyə yaxınlaşın sən. Qanları istəyirsiniz götürməyiniz. Geyinin onu. O bir otağa keçməliyəm, yoxsa o bir... Qan verəcəksiniz. Hə. Qanlar buradan yox. O otağın məqsədi də buradan götürülən nümunəni bir daha orada yoxlamaqdır. Belə deyil, biz ora gömrük deyirik. Çünki onlar Hələ bir gömrüyə daha- oxşayır hələ. Bəli, onlar bir daha yoxlayır ki,
xanımız götürəndə yanlışmı götürüb, yanlış götürə bilərmi, laxta varmı qanın içində, yoxmu, qeydiyyat düzgünmü seçilib, belə deyil. Laboratoriya qalxana kimi bütün yanlışlar tutulmalıdır. Varsa, bütün yanlışlar laboratoriyaya qədər tutulmalıdır. Hər şey gömrükdə baş verir. Bəli, burada Gecikmə gömrük, olmaz sizin gömrükdə. bizim gömrük saat kimi. Getdik o zaman sizin gömrüyə. Salam. Necəsiz? Mən yeni işçiyim. Düz qoyuram da. Bu da oldu. Təşəkkür. İndi keçirik o otağa. Bəli, buranı bağlayıb biz keçirik həmin otaqdakı prosesi işləməyə. Oldu, təşəkkürlər. İşiniz həmişə olsun. Olar, salam. Bayaq görüşmüşdük. Hörmətli tamaşaçılar, bayaq verdiyimiz analizləri gördüyünüz kimi buradadır. Niyə əl vurmamışsınız? Bizi gözləyirdiniz. Zəhmət olmasa prosesi davam elətdirərdik. Elə bir gömrük dedik və niyə xanım gömrük dedi buna? Elə bir orada yoxlanılan analiz yenidən burada yenə barkoddan keçirilir. Ola bilsin, nəsə səhv ola bilər, nəsə qarşı düşə bilər. Bu nadir hallarda ola bilər. Burada nə baş veribsə, ola bilən ən cüzi yanlışlıq, adın, soyadın olmasında hər hansı bir yanlışlıq varsa belə buradan artıq həll olunmalıdır. Çünki laboratoriya səhv heç nə gedə bilməz. Buradakı prosesimizi Nərgiz xanım bizə Elin zəhmət olmasa. Biz materiallar götürdükdən sonra familiyanı materialın üzərində olan şəkildə yoxlayırıq. Götürülən analizlərin və materialların düzgün olduğu yoxlanılır, yararlılığı yoxlanılır, yəni metrikaya qədər olub-olmamağı. Daha sonra nümunə alın eləyib laboratoriyaya. Elin, zəhmət olmasa işi davam edin. Birim fərq Verin mən də eləyim, yurdu. Oxudu bunu da. Artıq sistemə oturur bu. Hətta birini yanlışlıqla yenidən edin, sizə orada artıq baxın, birini yenidən eləyin. Deyəcək nümunəni artıq etmişsiniz. Artıq etmiş. Etməyiniz mümkün deyil. Maşallah, maşallah. Bundan sonraki proses Bundan sonra nə? Daha sonra yaxınlaşırıq sağ tərəfdən, qoyuruq konteynerlərimizin içinə. Lift də var. Nə var ağlı? bizim analizlərimizin lifti. Analiz lifti. Belə bir şey yoxdur, əldə həkim qaldırsın özü yuxarı, elə bir şey. O zaman belə deyək, analizi zədələyə bilərlər, fabrika sına bilər. Ona görə laboratoriyamız 3-cü mərtəbədədir. Nərgiz xanım artıq lifti 1-ə. Deyəsən məşğuldur. Yox, Analizlər çox düşüb çıxırlar. Analizlər. Hə, analizlərimizin o xüsusi qabıda göndərilir. Buyurun kömək edin, tez-tezi qoyaq. Buradan hara gedir? Artıq laboratoriyaya gedir. qəbzdə qoyursunuz. Qəbzdə qoyduq bura. Biz də bu liftdən gedirik. Yox. Hə, bağlayaq. Biz artıq analizləri laboratoriyaya göndərmiş olduq. Bəli, hörmətli tamaşaçılar, artıq keçirik laboratoriyaya. Hələ laboratoriyaya keçmək üçün nə qədər iş var elə burada? 4 nəfər işçi işləyir laboratoriyaya gedir. Laboratoriya daha sonra artıq həkimlərimizə kömək edirik. Birinci qanımızı qutaraq, qan analizinin hazırlanması prosesini qutaraq, daha sonra digər şeylər. İndi qalxırıq ikinci Biz mərtəbə. qalxırıq Üçüncü üçüncü mərtəbə. laboratoriyaya. Nərgiz təşəkkür edirik. Təşəkkür. Sağ ol. İşiniz həmişə olsun. Lift buradadır, salam. Bayaqları biz aşağıdan qırmızı konteynerə göndərdik. Bu, həmin xanımın qanıdır. Bəli, Və- xanım və digər qanlar. Hə, Artıq digər çox- qanlar. Hə, artıq digər qanlar da var orada. Burada prosesi sizə izah eləsin. Fərid bəy, izah edək, burada bir yeni. Eyni. Bayaq aşağıda elədiyiniz kimi readeri yaxınlaşdıraraq yenidən yoxlayacaqsınız. Orada qoyun. Bu çəkilər də bir-bir keçirəcək yoxsa? Barkod varsa keçin. Barkod yoxsa keçin. Xeyr. Hə, indi axır laboratoriyaya gedib çatır bu qan yoxsa bugün çatacaq inşallah. Bu niyə fırlanır belə? Bunların ayrılırlar. Bu geldə. Bəli. Bu gellə qarışmalıdır. Yalnız sarılar. Bu fırlanandan sonra hansı prosesdir? Fırlanandan sonra artıq cihaza qoyulacaq. Getdik o zaman
cihazların yanına. Artıq qanları gətirmişik, baxın. Qanlar belə deyil. İstidir ya, biraz istidir. Deyəsən, həmin adam isti qanlı olub biraz. Onu satmışıq. Biz belə deyək, artıq burada laboratoriyaya təhvil verməliyik. Salam. Hə, bura qoyuruq. Bəli, qoyursunuz bura. Bura qoyursunuz, değil mi? Bəli. Artıq biz bu tərəfə. Bu Ən tərəfə. sonuncu. Bura qoyandan sonra Bağlayırıq. artıq belə deyək. Basit sözləri. Hamısı gördüyünüz kimi, hörmətli tamaşaçılar, müasir cihazlardır. Burada insan əməyindən yalnız kolbaların daşınmasında istifadə olunur, yoxlamalarda istifadə olunur insan əməyindən və artıq işə başladı, yoxsa artıq işə düşdü. Proqram başlayır, yenə orada barkod olduğuna görə sistem avtomatik yoxlanır və burada yanlış olma ehtimalı niyə yenə də sıfırdır? Hər bir cihazın özünün kontrolu olur. Bu səhv eləyə bilməz. Səhv eləyə bilməz nəyə görə? Çünki hər gün səhər burada avadanlıqlar sazlığı yoxlanılır və kontrol qoyulur. Bizdə laboratoriya akkreditasiyadan keçdiyinə görə akkreditasiyanın tələblərinə də uyğun. Azərbaycandan kənarda tanınır sizinlə Bəli. var. ISO 9001 sertifikasiyası var və ISO 15189. Bu da laboratoriyanın analizlərinin Avropada tanınması akkreditasiya. Yəni artıq hər gün kontrol qoyulur və çox hallarda problemli pasientlər olanda biz onları öz kontrolumuzla nəticəmizi sübut edirik və yenə də analizlərimizə güvənirik. Vətəndaş narazı olarsa öz nəticələrimizi Almaniya, Rusiya, Türkiyəyə göndərərək əminliklə öz analizlərimizi sübut edirik. DNT analizi falan burada vermək olur da, yoxsa? Biz sadəcə götürərək Moskvanın Genetika Universitetinə Ona göndərə bilərsiniz. Yəni göndərmə xidməti kimi. Gördüyünüz kimi hər şey müasirdir. İşçilər də müasirdir, belə baxanda. Yaşlı nəsil çox deyil. Hamısı gənc nəsildir və gənc kadrlardır. Yeni beyində də yeni düşüncələr olur, yeni fikirlər olur. ATV-də də iş həmişə var, davam edirik və keçək biz növbəti işlərə. Bura isə bizim oftalmologiya Salam. şöbəmizdir. Digər həkimlərin yanındayıq, hörmətli tamaşaçılar. Necəsiz, yorulmayasınız? Salamünaleyküm. Gözünüzdə problem var? Fərid doktor. Mənim adım Fəriddir. Verin, mən sizə kömək eləyim, yoxlayaq gözü. Birinci xəstədən xahiş edirik bir gözün bağlasın. Sizdən sol gözünüzü bağlayın, zəhmət olun. Və xəstə oradakı hərfləri. O hərifi görmür, o bəzi o tərəfə çək. Çəkil o tərəfə. Hə, zəhmət olmasa oradakı hərflər deyərdiniz. Knopkaları basırıq. Hansı? Növbəti knopkanı. Aha. Yuxarıda nə yazılıb? Ya. Sonra burada nə yazılıb? İndi xəstədən xahiş edirik gözünü Elə dəyişsin. soruşmaq ayıb olmasın. Sizin gözünüz görür yoxsa? Yaxını görmür yoxsa? Uzağı görür. Hə, uzağı görür. Gözünüzü dəyişin. Yox. Onlar kosmonavtlar və təyyarə sürənlər üçündür. Normal insan 100%-ə qədər görməli. Burada 120, 150, Orada 200. H-dır, K-dır, N-dır, B-dır, T-dır. Aha. Görürəm hamısını. Xanım, bir dənə zəhmət olmaz. 120-dir məndə, yoxsa 120 olmaz. Bir mənim öz gözlərim yoxdur. Yəni, başlayaq əvvəldə. Görüm, Fərid doktorun 2. Yuxarıda D, Y, C, H, O, N. T, K, Rusların, onun P-dır, Y, B, A, R, F, S, H, S, N, D, T, Z. K, O, Z, F, T, P, V, H, A, I, R, Z, C, N, B. V, S, H, E, L, A, P, F, C, D, R, O, 2, 7, 0. Önce sıranı səhv oxudum. Yox, R, O, Z, Z, T, 0 da. Fərq nə? G-dir ya 0-dır, o axırıncını görmürəm. Burada birinci H-dır, ikinci E-dir, üçüncü N-dir, dördüncü B-dir, axırıncı T-dir. Ondan oynası kör oldum. Görmədim. Bu birinci sıra 120%. 120%. 4, 5, 8, 2, 9, 3. Gözüm lifoksdur. Tox tutdum ki. 5, 1,
Gözüm bulanıq oldu axı, niyə elə oldu? Sıfır gözünüz var. Ha. Kamerada olur elə. 2 Vallahi bu gözüm desin kördüm ha. Gözüm də ağzım. Birisi 120 görərək desəm olur. 120-dən o tərəfdə nəsə görmür. Bir dəqiqə. Mən gözümü sıxdım deyə bəlkə oldu elə. İndi yoxlayacağıq. Aparata oturanda. Hə, 2 8 8-dir ha. 2 8 5 6 3 9 3 4 2 7 5 6 5 4 Belə nəsə arada bulanıq olur. Aparata. Aparata kesin. Mən bu gün həkim işləməyə gəlmişdim. Mən gözümü yoxlayırlar. Maraqlıdır. Narahat olmayın. Hə, bu. Hansına? Buna. Geniş açın gözünüzü. Geniş, geniş. Xanım, sizin gözünüz necədir? Həqiqi sizdə də 120-dir. Bizde bir balaca astigmatizm var. Bulanıq. Aha, böyle. Çok gösterilerde. Dəqiqlik, hə. Kamerada olur, fokus tuta bilər. Həmin sorun. Hemen sözde. Çok tatlı. O böyük problemli yoxsa? Sizde zayıftır. 0.75'te. Hə. Nətər 0? 120 görən yox, digər gözü 0 yəni çox Belki zəifdir. 0.75, orada zayıftır. Mənfi 0.70, 100%. Astigmatizm. Yani normada refraktı 0.0 olmalı. 0-0 olmalı. 0.5'e kadar biz fizyologiya hesab edirik. Sizde 0.75'te. Başa düşdünüz? İndi mən eynək taxmalıyam, yoxsa müalicə olmalı? Yok, en Altı aydan bir çəkə müayinə, profilaktik müayinədən keçmək lazımdır, amma biz müsəlmanlar son nəfəsdə 3-4 gün qalmış gəlirik və bu müayinələrdən keçirik. Amma Avropada insanlar sığortaları var, rahatlıqla gəlirlər, müayinədən keçir, çəkə müayinədən keçirir. İnşallah qismət olsa, mən də çəkə düşünməm. Bu aparatda bir koробkadır. Bəli. Xəstənin gözünə yaxınlaşdırılır. Və burada şüşə seçirik. Gəlin bura zəm. Açqı, eynək. Eynək seçirik. O da aparatlandır. Bəli, aparatlandır. Right, sağ göz. Birinci sağ gözdən başlayırıq. Sağ Şüşə göz. seçirik. Zəhmət olmasa çəkilir. Xəstəmizin gözündə mənfi problem var. Mənfi 2,5 qoyuruq. Oxuyun. Görürsünüz indi? Oxuyun. Yuxarıdakı. Görmürsünüz. Görmürsə xəstəni artırırıq. 3.25. 185, Aha. 800, 5, 3, 4, 2, 7, 4, 8, 9, 6, 6. Keçirik sol gözə. 3.25 sağ göz oldu. Aha, keçirik sol gözə. Yəni mən Sol belə gözdə bizdə aparatın verilənlərindən baxır. aparat neçə verir? Aparat 2,5. 2,5 qoyun. Aha. Biraz da artıq qoy, 75. Yox, artıq Olmaz. ehtiyac yox, olmaz yox. Şey yap. İndi görürsüz, bu 50 çəkil zəhmət olmaz. 2, 8, 5, 6, 3, Aha. 5, 3, 4, 2, 7, 6, 5, 6, 9, 8, 9. Sonra hər iki gözünü açırsınız. Və indi baxın. Və 100% görməyə qoyuruq. Axırıncı sıra. Hə. Bu axırıncı sıradır. Oxuyun onu. 9, 4, 5, 2, 7. 100% Təbii ki. görmədir. Bu eynəyi resept şəklində xəstəyə yazıb verir. Əla. Bu qədər texnologiyanın inkişafı işi qabağa atır. Bir sual verim, əməliyyat olunmalıdır yoxsa əməliyyat olacağın şey deyil? Əməliyyatla düzələn şeydir, amma əməliyyat məsləhət görmürəm. Ha, görmürsünüz. Sağ olun. Belə keçək növbəti həkimlərin yanına. Növbəti həkim otağımız bizim Salamünaleyküm. otorinolaringoloq deyirlər. Müasir dildə lor. Lor. Qulaq, burun, boğaz həkimi. Burada Salam, yorulmayasınız. Salam qardaş. Allah şifa versin. Eşidirsiniz məni? Eşitdim. Eşidim.
Qulağı da qardaş. Kəmal xanım, sizə Fərid doktoru gətirmişik. Sizə nə lazımdır? Köməyini Assistent köməklik eləmək istəyirik. Qulağın bax pərdədir. Bəli, bəli. Pərdədə Bu problem. xarici qulaq keçəcəyidir, gördüyünüz. İçəridə təbii pərdəsidir. Pərdə də yerindədir yoxsa? Bəli. Eşidirsən qardaş indi məni? Eşidirsən də desən zadeşka var, gecikmə var, gec eşidirsən biraz. Eşidirsən, amma gecikmə var deyirsən. Elə olur xəstələrdə. Geç çatır. Biz canlı yayımlananda yox, üzüm ölüm. Qardaş edirəm biraz geç cavab verir. Ay sağ ol. Daha çox müraciətlər nə ilə bağlı olur sizə? Qulaq, burun, boğaz. İxtisas. Yo, o bunlardan üçündən az. Ən çox bizdə cəmaət nədən əziyyət çəkir? Əsas burun. Atitlər. Sizdə necə yarandı bu problem? Necə bildiniz ki, zəif eşidirsiniz? Mən bu gün bildim ki, zəif görürəm. Mən çiməndə qulağıma su doldu. Bu il dənizdə. Bəli. Hə. Və ondan bildim ki, qulağımda tutulmalar başlayıb. Qalıb sordu, ola bilsin nəsə olur da eləmiş. Bu bir neçə səbəbdən ola bilər. Qulaqda xarici qulaq keçəcəyində, tıxaçdan olanda, sonra burun problemlərindən olanda. Bu ildən qalandı yoxsa keçən il getmişdiniz? Bu ildən. Yox, təzə olub. Təzə olub. Hə, sonra qulaq problemləri, xarici otitlər başlayır. İndi sezonlu, dəniz sezonu başlayır. Tıxac deyirlər, nəsə probka deyirlər. Hə, tıxac bəli var, tıxac var. Xarici qulaq keçəcəyində tıxac olur. O da dənizə gedəndə, su düşəndə qulağa, onda həmin tıxac şişir içəridə, verir ki, eşitmə zəifliyi, sonra narahatçılıq, baş ağrıları, bəzən elə olur ki, xarici atitlər əmələ gəlir dənizdən sonra. Yəni ki, indi bu problemləri... İnşallah sağlarsınız. İşiniz həmişə olsun, Allah şəfa versin. Bir də ki, onu deyim ki, burun problemi olanda, yəni ki, burunda çəpər əyirliyi, allergik rinitlər olanda, onda da qulaqda su düşmə kimi hissiyat olur, onda qulaqda ağrılar baş verir, eşitmə zəifliyi baş verir. Amma Allah heç kimə qulaq ağrısını göstərməsin, onun ağrısı kimi ağrı yoxdur. Belə hörmətli tamaşaçılar, bu gün biz İş Həmişəvarda tibb aləminə səyahət edirik və səyahətimiz davam edir. Bura stomatologiya şöbəsidir, stomatologiya otağıdır. Elə hal-hazırda pasiyent var. Hal-hazırda xəstəmizdə yuxarı 6-cı dişində olan dərin kariyesi müalicə edirik. Yorulmayasınız. Mən İş Həmişəvarda stomatoloq işləmişəm və bu iş haqqında biraz məlumatım var. Bu nə aparatdır? Mən maraqlı gəlir. Uşaq plomlarını bərkitmək üçün fotopolimerizator. Plomları bir-birinə bərkidir. Plom əvvəl yumuşaq konsentrasiyada olur, sonra həmin boşluğa yoğunlaşdırırıq və fotopolimerizatorla bərk edirik. Ondan sonra o bərk konsentrasiyada. Baxaq bir şey. Yaxşı həkim, yorulmayasınız. İşiniz həmişə olsun. Sağ olun. Təşəkkürlər. Belə indi hansı həkimlər qaldı? Belə onlara da başlayacaq. İzləyər bizdən onlar. Uzi Uzi bir də rentgen. getdik. Sağ olun. Sağ ol. Hə, bura hara? Bura bizim rentgen otağımızdır. Pasiyentimiz var da. Bəli, pasiyentimiz var hazırda. Söhbət edirik yoxsa? Bizim operator Şamonla eləmirəm söhbət edirik. Hə, necəsiz? Adınız nədir? Nuriyə doktor. Elnura həkim. Mənim adım Fəriddir, İş Həmişəvar proqramındandır. Bu gün sizin tibb mərkəzində İş Həmişəvar deyirəm. Kömək elə bilərəm. Bəli, siz artıq Elnura doktor sizə nə deyəcəksiniz, onu icra edin və beləliklə pasiyentimizi razı salmaqda. Bu qardaş kimdir? Bu qardaş Həmin oğlan. pasiyentimizdən Hə, öncə gələn pasiyentdir. Siz yalnız şəkilləri skelet formasında görürsünüz. Hamının şəkli burada elədir. Bəli. Sümük formasında. Rentgende sümük görünür. Bizdə pasiyentimiz Müasir- var, əl müasir pəncəsi. əl- Bəli, müasir hibrid
rəqəmsal aparatdır. Orada bütün proses gedir və buradan çap edirsiniz. Upravleniyadır, yəni proses burada, həkim burada işləyir və ya texnik varsa texnik. Bu sizə daha tanış gəlir, efirə bənzər. Bizim efir pultuna oxşuyur bizdə rejissor. Bəli, və içəridə pasiyent, gəlin mən göstərim birinci. Gedək. Şikayəti nədir xəstəmizin? Salam verin. Bu əlinizdir. Bəs hara qoyacaq əlini yoxsa? Buradan gəlsin. Gəlin bura. Adam özü də uzana bilir də bura, hə? Bəli, bu düz şaqili də olur, horizontal da olur. Prosta indi biz əl pəncəsidir deyil, biz onu indi göstərirəm, buradan qalmadır. Başa düşdüm. Siz əlinizi bir şeydən biz sonra pasiyentə göstərdik necə olmaq lazımdır. Pasiyent, mən qalıram burada. Yoxsa siz Gəlirəm. gəlirsiniz, Yaxşı. əyləşirsiniz. Onda siz istəyirsiniz ki, sonunu birini götürün. Hə, Götürürsünüz. rahat ol qardaş. 1-2-3. Birinci biz seçməliyik. Birinci kamera. Hə. Hazırladıq. Demək doza seçəcəyik. Yox. Doza. Doza, yəni ki, ringin şüanın miqdarını hər orqan üçün fərqlidir. Radiasiyadır da o, hə? Radiasiyadır. Bəli, şüa, bəli, qamma şüalardır. Demək, neyinirik? Dozanı seçirik, yəni nə qədər, yəni əl pəncəsi üçün bizə lazım olacaq. Yox, 45, 100... Şama ümumi plan. Bu sizin texnikin işidir, yəni. Mənim işimdir. Bax, mən deyim, neçə zəhmət olmasa 16 eləyin. Bəsdir. Aha. 16, hə. Sonra? Sonra Deyim. bu knopkanı basırsınız. Bu nə göz? Bəli, göz işarəsini. Bu neynir? Onda artıq aparat işləməyə başlayır. Sonra demək sol pultla Pedalla. Pedal səsdir. Bu səsdir. Mikrofon vasitəsilə pasiyentlə əlaqə saxlamaq üçün. 1, 2, 3. Eşidirsən qardaş? Hə. Bu Amma sağ pultla isə bu pedalla artıq biz orada ekranda görünüş basın. Gördünüz? Pult vasitəsilə gətirik ortaya. Bu mənim işimdir də, hə? Bəli. Sonra gözləyin. Bu sarı knopkanı tutun. Basın, saxlayın. Çəkdi. Gəlsən orada. Yaxşını çəkirsiniz. Hə? Gözü buraxın. Qardaş, əlin hara dəyib? Ha, necə yıxılmısan yoxsa? Yıxılmısan, anlaşılmır. Basın. Pultu. İndi basın, şəkil əmələ gəl. İndi basın pedalı. Pedalı basın, ha. Bəli, şəkil əmələ gələnə qədər tutursunuz. Bunu sarını. Bəli, basın, tutun, saxlayın. Всё, indi buraxırsınız. Çəkildi şəkil. Bu oldu Əla. İstədiyiniz ölçüyə qədər. Photoshop kimi bir Görürsünüz şeydir. 100%-dir, bəli. Artırırsınız. İstədiyiniz qədər böyüdürsünüz və orada sümükdə məsələn baxırsınız da. Qəşəng bu əzilib əli. Siz gəlib həkimə, məncə əli əzilib bunu. Bizdə tərsinədə rentgendə bilirsiniz. Gördün mü? Şəffaflıqla biz qaraya şəffaf deyirik, ağa kölgəlik deyirik. Niyə elə deyirsiniz? Çünki burada neqativ. Neqativ, bəli. Sonra sümüyün konturlarına baxırıq. Bütün falanqalar, bu barmaq falanqalardır. Təşəkkürlər, işiniz həmişə olsun. Mənə ən maraqlı iş bu gəldi. Çünki bu iş mənim işimə yaxın iş idi, çünki çəkmə ilə bağlı idi. Belə, işiniz həmişə olsun. İndi də keçirəm. Bu iş də desən çəkmə ilə bağlıdır. Uzi aparatı. Getdi ora. Doktor, niyə qarandı? Yatıb yoxsa? Yox, burada yatmırlar. Bu ultrasəs müayinə otağıdır. Uzi kimi tanınır. Uzi, hə. Bura qaranlıq olmalıdır ki, görüntüləri daha dəqiq görsənsin. Bizim Zemfira həkimimiz. Həkim necəsiz? Yaxşıyam, siz necəsiniz? Yorulmayasınız. Çox sağ olun. Boğaza baxırsınız, ha? Qalxanları və zəhmətlərim. Qardaş, salam. Allah şəfa versin. Pasiyenti mən yoxlaya bilərəm, yoxsa? Yoxlaya bilərsiniz. Neçə ildir bu işdəsiz? Mən? Valla, ümumiyyətlə həkim kimi 38 il. 38 ildir. Bu aparatın neçə ildir? Amma aparatın qarşısında 2004-cü ildə. 2004-cü ildə. 12 ildir. Sizin işiniz yalnız uzidir də. Daha çox sizə xanımlar müraciət edir, yoxsa kişilər? Yox, mənə kişilər də mövcud idi, xanımlar da, uşaqlar da.
Elə bir rentgenin bu mini formasıdır da, orqanlar üçün olan forma. Ümumiyyətlə bu diaqnostik metodlardan, radioloji diaqnostik Bəli. metodlardan biridir və rentgendən fərqli olaraq burada şüa olmadığına görə. Şüa yoxdur burada. Yəni Nə ilə göstərir bu? burada ultrases Exa- sözündən götürülür. Exa, yəni səslər gedir, orqana, toxumalara dəyir və geri qayıdır. Buna fiziki qanunları əsasında desəm sənə, yəni bizim bu əlimizdəki bu şeylə datçik deyirlər. Datçiklərin içərisinə müəyyən massalar yerləşdirir ki, hansı ki səsi ötürür əvvəl toxumalara, toxumalardan qaytarır ekrana. Ekranda həmin orqanlar Təsvir özü gəlir. əksini tapır. O geldir də gel vurmusunuz, ha? Üstünə gel vurmuşuq, çünki bu gel insanın dərisi ilə bu datçik arasında kontakt yaradır. Buna kontakt deyir. Zəhmət olmasa bir dənə durardınız. Mən davam eləyərdim. Çəkmək istəyəndə Hə. bu aktivləşdirirsə ekranı, Aktivləşdirə. basırsınız buna. Aha, Qardaşım boğazımda. aşağı, aşağı. Bu da boğaz, boğaz. Alaysa o belə bax. Bu haradır ki? Qalxanvari vəzin sağ payına tutdunuz artıq. Bu zob falan deyirlər, odur da. Hə, zob el arasında xəstəliyin adına deyirlər. Ümumiyyətlə bu vəzin öz adı var. Qalxanvari vəzin. Problem yoxdur deyirsən qardaşlar. İndi problemi hələ axtararıq. Yəni Hələ baxmaqla. belə baxmağını bilmək olur. Biraz aşağı gedin. Ay soba. İndi siz qalxanvari vəzin sağ payını tutdunuz. Basın bura. Tutdum, tutam. Saxlayın. Yəni buraxıb tutum. Tutmuşam, Yaxşı qaçar. tutun. Qaçdım. Yox, daha dəqiq, bayaq tutdum. qəşəng düzgün tutmuşdunuz. Tamam, yaxşı. Olsun, yaxşı. Tamam. Saxlayın. İndi istəyirsə sol pay. Əla. Xoşunuz gəlir deyəsən. Yaxşı qalxana bənzər vəziyyət. Qardaş adın nədir? Elxan. Allah şəfa versin. Qan analizindən nə keçdin yoxsa? İşlə bağlı keçirsən qan analizindən yoxsa? İşlə olun. Harda işləyirsən? Taxın. Yaxşı çəkdim, hə? Mən şəkil çəkməyən adam yaxşıdır da. Yaxşı fotolar çəkirəm. Mən burada bir problem görmürəm. Mən həkim olmasam da yenə. Hə, gel bura. Çox gözəl. Beyninizi qaldırın yuxarı. İnşallah özünüzə baxarsınız. Qaraciyərinə baxın qardaş. Nəfəs alsın. Dərindən nəfəs al. Al saxla. İlk dəfə də qaraciyər görürəm. Hanı çəkənmədim. Yox, qaraciyər tutmasın. Bu qaraciyərdir. Qaraciyərin sağ payıdır. Birinci dəfədən yəni alır. Yaxşı da. Öyrənəbilirsiniz. 5-dən 6-dan sonra gələ bilərəm mən. Gələ bilərsiniz. Təcrübə. Əla. Biraz bırax qardaş, nəfəs ver. Bir saat tutursa bağışlayın qardaş. Yəni siz gedin, bir də al. Bir al. Burada yoxdur. Burada heç nə yox. Bırax qardaş. Burada bir dənə də al. Bağırsaqlar da. Gördüm. Bir dənə. Bırax. Böyrəyinə baxmaq istəyirəm qardaş. Dərin nəfəs al. Bir dərin nəfəs al. Böyrək, ha. Sağ böyrək. Mənim bir rayonda dostum var. Bırax. Rayonda dostum vardı. Düz bu insan 23 yaşına qədər bilmir ki, böyrəyi tək böyrəkdir. 23 yaşına qədər bilmir tək böyrək. Doğulandan tək böyrəklə doğulub. Yox, doğulanlar da tək böyrəkdə olub, elə yaşayıb. Şimdi bir də yoxlayım, Allah səndən uzaq eləsin, bəlkə səndə də bir dənədir. Buradadır. Da ikinci bu daha tutdum. Ha, tutdum. Biraz daha tutabilirsin. Birinci dəfədən çox. Bırax. Elə bir əlimlə qoy. Qardaş, Allah şəfa versin. Təşəkkür edirəm. Vaxtını ayırdın. Oldu xanım. Çox sağ olun. Minnətdaram, təşəkkürlər. Necən xanım, təşəkkür edirəm sizə. Sizə təşəkkür edirik. Minnətdarıq. Gəldiyinizə görə. Sağlam Ailə Tibb Mərkəzində bugün hörmətli tamaşaçılar iş həmişə var dedik. Açıq qapı. Qonaqlarımız. Bu uşaqlar hara gəliblər? Bu uşaqlar Gəlin uşaqlar, gəlin. Gəlin. Bu uşaqlar bizim yay məktəbi var. Onun üzvləridir və birazdandan biz onlarla sağlam ailədən məlumat turu keçəcəyik. O da aralarında həkim olmaq istəyənlər var və bu ümumiyyətlə bu avtobusun özü də xidməti avtobusdur. Gəlmək istəyən vətəndaşlarımız Nərimanov metro stansiyasının çıxışından bizim maşınlara minirlər, klinikaya gəlirlər. Eyni şəkildə də klinikadan minərək Nərimanov metro stansiyasına gedirlər. Avtobus pulu heç kim vermir. Heç kim, yəni xidmət haqqı pulsuzdur və
Az sonra biz məhz bu uşaqlarla da öz infoturumuza davam edəcəyik. O zaman mən gedim. Get qardaşım. İndi balaca. O zaman mən gedim. Artıq öz işimlə məşğul olum. Siz də gedin uşaqla öz işinizlə məşğul olun. Təşəkkürlər, minnətdarıq. Sağ olun. Görüşərik inşallah. Belə hörmətli tamaşaçılar, gələn həftə görüşərik. Sağ olun, salamat qalın.